Buyurun, özünüzü təqdim edin vəzifənizi. Əliyev Elnur Etibaroğlu, İsmobile Velosiped Zavodunun baş direktor vəzifələri müvəqqəti icra edən şəxs. Müəllim, deməli, dövlət başçısı buranın açılışını elədi, avqust ayının 10-unda səhv etmiriksə. Ondan sonra kütləvi informasiya vasitələrində, ayrı-ayrı portallarda belə məlumatlar yayıldı ki, zavod işləmir, işləməyəcək də belə bir məsələ oldu. Buna münasibətinizi bildirəriz, xahiş edirik. Bunlar hamısı bir absurd fikirdir, ümumiyyətlə. Yəni, bu zavod Qafqazda bildiyiniz kimi yeganə velosiped zavodudur ki, tam müasir standartlara cavab verir və müasir avadanlıqlarla təchiz olunur. Və belə bir zavodun regionda inşa olunması, regionda yerləşməsi eyni zamanda regionun da inkişafı deməkdir. Yəni, bu zavod burada tikilibsə, velosiped zavodu ümumiyyətlə velosipedin nəqliyyat kimi, idman kimi inkişafından əlavə eyni zamanda regionun da inkişafı deməkdir. Amma zavodun açılışı olub, bəli, cənab prezidentin ölkə başçısı İlham Əliyev cənablarının xeyir-duası ilə baş tutub və açılışı olub və açılışı olubsa aydın məsələdir ki, bu zavod tam gücü ilə fəaliyyət göstərəcək və çox yüksək səviyyəli velosipedlər istehsal edəcək. Sadəcə olaraq bəzi təşkilati işlər var. Bu təşkilati işlər bəzən olur ki, açılışdan öncə artıq tam hazır olur, bəzən də olur ki, açılış olduqdan sonra bunlar bəzi hissələri, bəzi sahələr üzrə davam edir. Hal-hazırda da bizdə bu təşkilati işlərlə bağlı bəzi sənədləşmələr, bəzi velosiped istehsalına aid suallar var ki, onlar üzərində işlər gedir. Yaxın vaxtlarda, yəni velosipedin növləri üzrə hal-hazırda bizdə qismən istehsal gedir. Sizin də gördüyünüz kimi bəzi növlər üzrə artıq istehsal var. Sadəcə olaraq biz bazara çıxartmaqdan ötürü velosipedlərimizi tam, yəni fikirləşdiyimiz, planlaşdırdığımız tam növlər üzrə istehsal başlansın və ondan sonra da bazara ümumi olaraq, yəni velosipedlərimiz, öz brendlərimizi tam şəkildə təqdim eləyək. Eyni zamanda xarici velosiped həvəskarlarına, velosiped alıcılarına və yerli velosiped həvəskarlarına, velosiped satışı ilə məşğul olan biznesmenlərə. Bizə artıq müraciətlər də olur, regionlardan da müraciətlər olunur, yerli əhali də artıq maraqlıdır bu bizim istehsal edəcəyimiz velosipedlər haqqında bəzi suallar verirlər. Amma bizim velosipedlər, bilirsiniz, velosiped istehsalı o demək deyil ki, 0-dan 100%-ə qədər bu zavodda olacaq. Velosiped istehsalını, burada velosipedin əsasən demək olar ki, işlək hissələri olacaq Yaponiyanın Shimano şirkətindən, amma digər hissələr isə sırf bizim zavodumuzda hissəsi olunacaq. Nə qədər işçi işləmək nəzərdə tutulur burada? İlkin mərhələdə 30, 50 və iş fəaliyyətinə görə, istehsal gücünə görə gələcəkdə artacaq, yəni 100 və hətta 100-dən də artıq ola bilər. Bununla əlaqədar belə bir informasiya deyil ki, hazırda xaricdə kurs keçənlər var bu işlərlə bağlı, velosiped istehsalı ilə bağlı. Bu nə dərəcədə realdır? Xeyr, xaricdə kurs keçənlər dedikdə bu velosipedin bəzi növləri var ki, hansı ki tam yeni növlərdir. Onlar da hal-hazırda onlar üzərində işlər gedir və oradan xaricdən biz mütəxəssis cəlb eləməyə bura planlaşdırmışıq ki, onlar gəlib burada yerli, yəni bizim cəmaata, işləyənlər, işçi qüvvətinə yerində kurs keçsinlər. Çünki o eyni zamanda yerində olacaq, daha yaxşı olacaq ki, artıq işçi biləcək ki, bu dəzgahda hansı işi görəcək, nə işi görəcək, yəni burada konkret olaraq bu işdə iş üzrə mütəxəssisləşəcək, yəni peşəkar olacaq. Ona görə də biz çalışırıq ki, xaricdən gəlib, daha doğrusu yerində, yəni burada bizim işçilərə kurslar keçsin. Siz başqa istehsal vasitələr olacaqmı? Velosipeddən başqa, nəsə başqa Hələ ki, bugünkü günü sırf velosipedi fikirləşirik. Gələcəkdə ehtiyac olarsa, yəni Azərbaycanda digər qurumların, belə deyək, başqa qurumlar üçün maraqlı olan bizim zavodun imkanları çərçivəsində nəsə təkliflər olacaqsa, sifarişlər olacaqsa çalışacağıq ki, başqa sahələr üzrə də istehsalımızı davam edir.
Sizin təxminən hansı aydan başlama fikriniz var? Bugün ayın oktyabr ayının 7-sidir səhv etmiriksə. Bilirsiniz, konkret vaxt demək biraz çətindir, çünki məsələ ondadır ki, yəni təşkilati işlər belədir ki, biri birindən asılıdır. Burada heç də kimsə yəni fikirləşməsin ki, bu maliyyə problemidir və yaxud da hər hansı bir problemdir. Xeyr. Bu özəl bir şirkətdir, bu zavod tikilib, buna müəyyən qədər sərmayə qoyulub və bu zavodun fəaliyyətə başlanması da planlaşdırılır və onun üçün müəyyən sərmayə də nəzərdə tutulub, yəni vəsait də nəzərdə tutulub, bunlar hamısı həyata keçəcək. Hansı şirkətidir buranın hansı nəzdində tikildi? Hal-hazırda bu Sinerji Qrup Şirkətlər Birliyinin tərkibindədir. Gələcəkdə brendlərinizi reklam etmək üçün kütləvi informasiya vasitələri ilə münasibətiniz olacaqmı? Belə bir şey nəzərdə tutmusunuzmu? Kütləvi informasiya vasitələri ilə bizim işbirliyimiz olacaq və kütləvi informasiya vasitələrinin də düşünürəm ki, xüsusi rolu olacaq ki, bizim brendlərimizin Azərbaycanda, eləcə də dünyada tanınması üçün onların da köməklərinə ehtiyacımız olacaq və biz də çalışırıq ki, bizim istehsal etdiyimiz velosipedlər bugünkü günü Avropa və dünya brendlərinin heç də geri qalmasın. Təşəkkür edirik, uğurlar arzulayırıq sizə. Buyurun, çox sağ olun.